Salam əziz izləyicilərim. Hacıqabula çatında yolun kənarındakı restoran. Görürsünüz. Yəni adı yadımdan çıxdı. Məşhur restorandır, qapının ağzına dəvələri. Oturdum piti yeməyə. Baxın. Baxın nə var. Siz qırmızı piti görmüşsünüz indiyə qədər. Sonra yemədim. 15 manatda hesabımı verirəm, buranı çıxam gedəm. Amma belə olmaz. Buranın müdiriyyətinə üzümə tutub demək istəyirəm ki, bəlkə çoxu bilmir piti necə olar. Amma biz çox yaxşı bilirik ki, piti necə olar. Piti belə olmur. Bax. Bu piti olmur. Allah bilir at ətindəndir. Nə ətindəndir ki, bunun qanı vurub çıxıb. Bunu yemək olar mı? Baxın hələ. Allah mənim yolum bura salıb, bir də sizin yolunuzu bura salmasın.